Salamlar dəyərli izləyicilərimiz. Bugün çox maraqlı bir mövzumuz var. O baxımdan diqqətiniz bizdə olsun. Göz ətrafında torbalanmalar nədən yaranır? Müxtəlif səbəblərdən ola bilər. Əsasən yaşla əlaqəli gözümüzün ətrafında dəri toxumasının elastikliyi azalır. Belə ki, onun tərkibindəki kollagen liflərin miqdarı azalır. Və həmin hissəyə maye və yaxud da pi toxumaları toplana bilir. Orqanizmdə gedən müxtəlif xəstəliklər, endokrin patologiyalar, böyrək xəstəlikləri də həmin hissəyə gözün ətrafına maye toplanmasına və yaxud da pi toplanmasına gətirib çıxara bilir. Genetik meyillik də səbəb ola bilir. Bəzən yuxusuzluq, stres halları da göz ətrafında torbalanmaları artıra bilir. Belə ki, yuxusuzluq zamanı həmin hissədə olan damarlar genişlənir. Bu da şişkinliyə səbəb olur. Stres zamanı isə qanda olan kortizol hormonunun miqdarı artır. O da damarların genişlənməsinə və son nəticədə göz qapaqlarının aşağı hissəsində torbalanmaları gətirib çıxarır. Bütün bunları nəzərə alaraq bu xəstəliyin müalicəsi kimi ilkin olaraq həyat tərzinizə diqqət etməniz olduqca vacibdir. Mütləq yaxşı yuxu vacibdir ki, göz ətrafında damarlar genişlənmiş olmasın. Stres faktorunu azaltmaq, stres məsələlərinə diqqətli olmaq lazımdır. Daha sonra dəri ətrafına həmin hissədə tərkibində retinol, E vitamini olan kremlərin istifadəsi də yaxşı təsir edə bilir. Belə ki, bu dərinin elastikliyini artırır. Həmçinin soyuq kompreslər edilməsi, bitki və yaxud da yaşıl çaydan ibarət kompreslərin olunması da dərinin rahatlanmasına, elastikliyin artmasına və torbalanmaların azalmasına gətirib çıxarır. Bütün bunların heç bir faydası yoxsa, o zaman xüsusi cərrahi əməliyyatlarla, estetik əməliyyatlarla bu durumu tam aradan qaldırmaq olur. Blefaroplastika adlanan əməliyyatlar aparmaqla göz ətrafı torbalanmaları tam aradan qaldırmaq mümkündür. Gözlərimiz haqqında bu və digər mövzularla videolarımıza davam edəcəyik. Kanalımıza abunə olmağı unutmayın.